Salam ay nənə, necəsən? Yenə də bura məhsullarını düzmüsən. Salam Ürəyim, yaxşıyam, hər vaxtın xeyir olsun. Sən necəsən? Mən də yaxşıyam, çox sağ ol nənə. Danış, nə eləmək fikrin var deyil? Bugün paxlava bişirirəm. Salam, hər vaxtınız xeyirli olsun, əziz izləyicilərimiz. Qarşıdan gələn Çərşənbə və Novruz bayramımızı indidən təbrik edirəm. Bir paxlava bişirirəm, bütün ipuçlarımı verəcəm. O gözlədiyiniz gözəl, parıltılı, rəngi yerində olan paxlavanı bugün çəkiliş eləyə göstərək. Bizə lazımdır yarım kilo un. Yaxşı növüm. Əla növ un lazımdır, ekstra da ola bilər. Ekstra olsa daha yaxşı. Yarım kilo. Elə bil ki 4 stakanın dolusu, 200 qramlıq stakanla. Sonra lazımdır 150 qram kərə yağı ya margarin, kim nə istəsə, yarım stakan süd, bir çay qaşığı üzüm sirkəsi və ya alma sirkəsi, azca sarı kök. Qaldı sonra. Xama qaldı. Xama. Kərələr edilmiş. Aha, kərəyə dedim. Maya lazımdır. Maya lazımdır, azca duz, azca da şəkər tozu. Hamıya da belə bir nənə lazımdır. Nənə də paylaşır ki, Hər kəs evində hazırlaya bilsin. Xəmri azca, belə bir çimdik, nənə dili ilə desək. Əlavə elədik duz. Bir çay qaşığı şəkər tozu əlavə edirik. Bir çay qaşığı maya. Azca sarı kök ki, rəngi biraz dəyişsin. Amma klassikdə vurmayan da var. Əlbəttə. Ortasında belə yer açaq biraz. 150 qram kərə yağı əlavə edirik. İki yemək qaşığının dolusu smetan əlavə edirik. 25% yoxsa daha yaxşı olar, hə? Əlbəttə. 2 yumurtanın sarısı lazımdır bizə. Bu nə qəşəng yumurtadır. Bu balaca Çox qəşəng yumurtadır. Bildirsin yumurtası. Gözü düşüyor olaya. Qoy bir yumurtadan çıxsın görə yaxın olur. Mənim də fikrim var ki, onu Axırda bu yumurtanın gününə düşəcəkdi. özüm pis baxıram mənim ona. Nə bilim. Valla nənə, mənə qınama. Bu elə özü burada bir içine oxşuyur. Cəbdən var. Gözləri. Neyin sonra nənə? Qozu qovururam. Yox, şey bilsən. Keçən dəfə görə tava yumuşam nənə. Onun gününə var, sən Allah. O qıraqlan gününə var. Nəyini yumursan onu o günə qoyursan? Bir dənə deterjan vermişlər. Bir o da düşmədi ona. Tavanla vurub pis günə qoyun. Hər kəsə inanmadı. Hə, nənə. Gəl, yarım stakan süd. Hamısını əlavə eləmirik, asta-asta əlavə eləyirik, biraz saxlayırıq, birdən xəmir çox yumuşaq olar. Ona görə. Başlayırıq xəmirimizi yoğurmaya. Bəh, 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 bəh. Qəşəng görünür. Gör bu pişəndən sonra olacaq. İnşallah, qəşəng çıxar. Allah hər kəsin evində belə pişintilər pişirməyə qismət eləsin, bayram çörəkləri pişirsin hər kəs. Hə, o sütü də vurursan, quru olur. Hə, quru oldu, ona görə vururam. Xəmiri belə qəşəng əlimizdə yoğururuq. İstinənə qədər. Hardasa bir 5 dəqiqə heç olmazsa yoğurandan sonra qoyuruq qaba mayalansın. Şirəni hazırlayırıq. Şirə üçün bizə lazımdır 2 stakanın dolusu. Şəkər tozu. Çəki ilə eləyir yarım kilo, yəni 500 qram. 1 stakanın dolusu da su. Para limonu da sıxırıq üstünə. Hardasa 1 yemək qaşığının dolusu. Kimdə limon yoxdursa, limon duzundan da istifadə edə bilər. Sıxandan sonra elə bu qabığını da atırıq içinə. Həm ətri gözəl gəlir, həm də paxlavanın üstü çoxu deyirik, xarlanır, ağarır. Onun qarşısını alır. Qoyuruq qaynamağa. Şirə qaynara düşdü. Bir 10 saniyə qaynadı, bəs eləyir. Çox qaynatmaq olmaz. 600 qram qoz ləpəsin.
Birazca qovururuq. Qovurandan sonra maşından keçirdirik. Ya da nədən eləyirik? Rondodan. Zəhmət. Ya da rondodan keçirdirik. Çəkilişdən əvvəl 3 dəfə demişəm. İndi şəkər tozu 600 qram qoz ləpəsinə 400 qram şəkər əlavə eləyirik. Yəni stəkanla 2 stəkan tutur, ha? Yox, 2 stakan pesok 250 tutur. Ondan biraz da. Bax belə. Bu qədər. 1 çay qaşığının dolusu döyülmüş hil əlavə eləyirik. Nənə, nə oldu? Qaşığı qoydun qırağa çəksinə nə oxalma? Belə eləyəndə elə bilirəm ki, daha əla olur da. Niyə? Nə bilim, biz belə öyrəşmişik də. Hə, uşaqlıqdan ha. Hə. Hazırdır. Xəmirimiz mayalanır. Bir alta, bir də üstə böyük qalın kündə lazımdır. Var ortaları içində. Hə. Bizim hazırladığımız xəmirdən 2 dənə böyük kündə alındı. Biri alta, biri üstünə. 9 dənə də balaca kündə laylarına alındı. İndi bunu açırıq, bunun üstünü örtürük, qalsın. Tavamızın diametri eni 26'dır, uzunluğu da 40 santı. İndi onun ölçüsünə alt kündəni açırıq. Bunu götürəyə başlayaq açmaya. Bayağı 42 idi. Yadımdan abi kənar sediyası. Elə bilirdim də, yaddaşım gedir gəlir. Sən əvvəl nəyə unudursun, unut, bilməni unutma. Bir də reseptləri. Sana necə unudaram axı? Yağı qəşəng əritmişik. Əritmişik, yəni dağ eləmişik də, süzmüşük. Tavanın altını yağlamaq mütləq lazımdır. Yox, gizlədi sən yəni. Yox, heç qırağa çıxartmayı belə istəmirəm. Çıxardım ki. Çıxart da, bax qıraqları qaçına. Bitişəndə içində peşoqdur. Yəni o içdiyi zadan yaxşı. Bir dənə düzəldim deyim də, düzəldim. Düzəlsin. Bu yəni. Hava yıllarla. Hı? Hava yiysən o yıllar. Ya pişsin ki iyiydi. Pişməmiş paxlavaları da yiyəcəksən. Birinci lay xəmirimizi yaydıq. Kənarlarına qədər mən çıxardıram həmişə. Sonra bir də belə yağlayırıq. İkisini də qəşəng yaxırıq. Hazırladığımız içdən və belə yekə qaşıqla hər tərəfinə eyni miqdarda olana qədər səpirik. Hardasa 2 qaşıq, 3 qaşıq, nə qədər gedirsə səpmək lazımdır.
Yapıştırırsan ha. Hamısının eyni, bax 9 dana çıxıb orta qatları. Hamısını bax belə yağlayıb, üstündən də eyni qaydada ləfə içli əlavə eləyirik. Axıra qədər hazırlayırıq. Axırıncı üstünün kündəsini də belə açdıq. İndi üzərinə səririk. Xəmirin artıq hissələrini kəsib götürürük. Ve yapıştırırıq. Üzəri üçün 2 yumurtanın sarısı lazımdır bizə. Ay, ağını ayıracaqdım. Ver. Ya götürəcəm. Küsləyəcəm. Sən həmişə mənə sataşanda elə olur. Hər şey qaçır gedir. Birazdan heç nə olmaz. Biraz olsa da olar. Burada çıxar ki sarılır. Bilmirəm səndən qaçır ya məndən. Ne indireyim bunlara? Deyəcəm də biraz səbirli ol. 2 yumurtanın sarısının üzərinə 1 çay qaşığı duru yağ əlavə eləyirik. Tort ləvazimatları yerində belə limon rəngi satırlar. Limonlu idi da bu, hə? Bu rəng də özdəki yeməklərə qatmaq üçün, şirniyyatlara qatmaq üçündür. Bundan şəkərburanın parlaq, gözəl görünməsi üçün. Paxlavan olur. Və mən nə dedim? Şəkər. Paxlavanın. Yaxşı olur. Rəng əlavə eləyirik. Bunları qəşəng qarışdırayım. Kənarlarına bax belə 1 santim ayırırıq ki, xəmir yapışan hissələr var, onlar kənarda qalsın. Çərçivəyə alırıq da bir sözlə. Onu da qeyd edeyim ki, əgər kim belə doğraya bilmirsə, xətkeşlə qoyub eləyə bilər. Mənim əlim öyrəşir. Sənin əlin maşallah simmetrik dənələr var. Hamısı standart. Kim eləyə bilmirsə, standart eləmək üçün yenə deyirəm, xətkeşlə ölçüb eləyə bilər. Hə. Qozlarını da əlavə edirik üzərinə. Onsuz da yumurta bunu elə tutur ki, yapışır. Çox da sıxmaq lazım deyil. Kənarlarını saymıram, 36 dana çıxdı da. Ne qəşəng görünür aynen. Böyüdülər, özü xırda da deyil. Əla. İndi bir 10 dəqiqə saxlayaq. 10 dəqiqədən sonra tofkada qoyacaq pişsin. Paxlavanı isidilmiş sobada 160 dərəcədə qoyuruq üst qabığı özün tutana qədər. Sonra çıxardıb doğrayacağım. Aynen, kəs sən üzü. Hə, doğrayıram. Mən çayım hazırda. Çayın nə tez hazırdır? Sən çayı iç, ikincini bundan içərsən.
Təzə paxlava doğrayanlar satırlar. Listi hazır üstündə çəkilib. Elə qoyursan xəmirin üstünə, yeri düşür kəssən. Heç ölçməyə də, xəttkeşə də ehtiyac yoxdur. Mən üçün onsuz da ehtiyac yox idi, amma istəyənlər alıb eləyə bilər. Dağ elədiyimiz yağdan 1 stakan dolusu. 200 stakan. Əlavə eləyirik üzərinə. Yağın da əlavə elədik üzərinə. İndi yenə də 160 dərəcədə bir yarım saata bişənə qədər qoyuruq sobaya. Paxlavamız demək olar ki, bişməyinə 10 dəqiqə qalıb. Hamı deyir ki, üzərini necə eləyək ki, parıldasın. Bax, belə glikoza satırlar. Bu glikozadan götürürük. Paxlavanın üzərinə belə çəkirik. Çalışın qozun üzərinə vurmayın. Elə xəmirin üzərinə vurun. Qəşəng parıldayacaq. Kislə də çəkə bilərsiniz. Glikozanın üzərinə çəkəndən sonra qoyuruq sobaya 10 dəqiqə qalsın, sonra götürün. On dəqiqə qaldıqdan sonra paxlavanı sobadan çıxardırıq, üzərinə buz kimi şərbətdən əlavə eləyirik. Şərbətin hamısını əlavə eləyirik. 2-3 saat qalsın, bütün şərbəti çəksin canına, sonra doğrayıb qablara yığarıq. Hazırlayan hər kəsə nuş olsun. Siz də bu usulla hazırlayın, nuş eləyin. Baxın, yapışmır qabın altına. Paxlava çox rahat çıxır. Altı da demək olar ki, heç yapışmır. Paxlavanın hündürlüyünə baxın. Layları da görünür. Çox gözəl alınıb. Xəsət çayını götür, hazırdır. Çay çoxdan süzmüşəm nələ. Bayaqda əlimdə çayın əlbəki ilə yanıb gözləyirəm sən. İndi ən əsas məsələ bu midənin dadına baxın. Sağ ol Elənə, valla bax, parıltısı da süperdir, rəngi də gözəldir. Yəni görünüş odur da buna bax. Bu necə yeməyəsən? Nuş olsun. Dəhşət. Valla bayramı çox qəşəng gətirdim mənə. Əllərimə salıb, bu arada bağışla əlimi sildim. Nuş olsun, nuş olsun, evliyor. Safiyetə yanında. Nə safiyetə. Bunun dadı adamı hər kimi mutludur. Siz də dostlar, bu reseptinizi sevdiklərinizlə paylaşın. Bizi izlədiyinizə görə çox sağ olun. İllərdir bizləri izləyirsiniz. Minnətdarıq sizlərə. Sağ olun. Hazırladığınız şəkilləri də aşağıda qeyd etdiyim Instagram hesabıma göndərə bilərsiniz. Bizi Instagramda da izləməyi unutmayın. Sağ olun, Allah'a emanet. Super günler.